Əziz şagirdlər, bu videoda sizə bir çox şagirdin çətin gördüyü zamanlara aid olan testləri ən asan, ən rahat şəkildə 3 addımla çözülmə qaydasını keçəcəyik. Birinci addımımız sizə verilən cümlədə zaman zərfini axtarmaqdır. Zaman zərfini tapıb, həmin zamana uyğun olaraq variantlardan seçiminizi etməlisiniz. Məsəl üçün, yesterday'ni görərsinizsə, yesterday keçmiş sadə zamana aid olduğuna görə variantlardan keçmiş sadə zamanda olan feili seçib qeyd edəcəksiniz. Now, indiki davam edici zaman olduğuna görə variantlardan indiki davam edici zamana uyğun olaraq seçin. Next week gələcək zamana aid olduğuna görə variantlardan gələcəyə aid seçiminizi etməlisiniz. Eləcə də keçmiş sadəyə aid olan seçiminizi etməlisiniz. Yenə deyirik, birinci addımınız verilən cümlədə zaman zərfi axtarmaqdır. Zaman zərfi özünün təmsil etdiyi zamanı variantlardan seçməyinizə kömək edəcək. Gəlin görək ikinci addımımız nədir? İkinci addımımız isə əgər zaman zərfi yoxdursa, bu zaman siz bağlayıcı axtarmalısınız. Bizim şərt və zaman budaq cümlələrini bağlayan bağlayıcılarımız vardır. When, till, until, after, before, while, if bunlar bizim bağlayıcılarımızdır. Yadınızda saxlayın ki, bağlayıcılarımız baş cümləni budaq cümləyə birləşdirərək mürəkkəb cümlə yaradırlar. Bağlayıcıdan sonra olan cümləmiz budaq cümlə gedir. Bağlayıcımız cümlədə əvvəldə, bağlayıcımız cümlədə ortada işlənə bilər. Fərq etməz, bağlayıcımızın yerindən asılı olmayaraq özündən sonraki cümləmiz budaq cümlə adlanır. Və əgər bağlayıcı əvvəldədirsə, budaq cümləmiz birinci boşluğa, əgər bağlayıcı ortadadırsa, budaq cümləmiz ikinci boşluqda olacaq. Budaq cümlədə işlənməyən zamanlarımız var. Budaq cümlədə, yəni bağlayıcılardan sonra qəti surətdə gələcək zamanımız, gördüyünüz kimi gələcək zamanımızdır, bunun qısaldılmış formasıdır, təsdiqli və inkarının qısaldılmış formasıdır. Keçmişə nəzərən gələcək zaman formamız would və bir, bitmiş zamanlarımız bağlayıcılardan sonra, yəni budaq cümlələrdə işlənməz. Bu zamanlar yalnız baş cümlələrdə işlənər. Belə ki, uzlaşmamıza baxaq, baş cümləmiz budaq cümləmiz. Dediyimiz kimi bağlayıcıdan sonra budaq cümlə olar. Bağlayıcı əvvəldə də olsa, ortada da olsa özündən sonra budaq cümlə olar. Budaq cümlələrdə dediyimiz bu zamanlar olmaz. Bəs uzlaşmamız necə olmalıdır? Baş cümləm indiki sadə zamanda olarsa, budaq cümləm də indiki sadə zamanda ola bilər. Yəni bu kimi uzlaşma mümkündür. İndiki sadə zamanımız özü ilə və gələcək zamanla uzlaşır. Bir şərtlə budaq cümlədə deyil, gələcək zamanımız baş cümlədə olmalıdır. Keçmiş zamanlarda keçmiş zamanlarla uzlaşır. Belə ki, yadınızda saxlayın. Keçmiş digər x ilə uzlaşmır, gələcək özü ilə uzlaşmır, indiki ilə uzlaşır. Bir şərtlə gələcək zamanımız baş cümlədə olsun. Buna diqqət yetirərsinizsə, problemi çözmüş olarsınız. Üçüncü addımımız nədir? Üçüncü addımımız mütləq mübtədaya baxmaqdır. Mübtədamız təkdirsə xəbərimiz ona uyğun olaraq tək, cəmdirsə ona uyğun olaraq cəm və yaxud bizim mübtədamız feili özü icra edə bilirsə məlum növdə, özü icra edə bilmirsə məchul növdə olmalıdır. Bu üç addımı izləyərsinizsə, testlərdə heç bir probleminiz olmaz. Və diqqət edəcəyiniz növbəti ipucu nədir? Yadınızda qalsın, bağlayıcılarımız when və before olan cümləmizdə qəti surətdə nə baş cümlədə, nə budaq cümlədə indiki bitmiş zamanımız istifadə olunmaz. Yenə deyirəm, when before bağlayıcı olan cümlənin nə baş cümləsində, nə budaq cümləsində indiki bitmiş zaman olmaz, variantlardan uzaqlaşdırmalısınız. When bağlayıcımız istifadə olunan cümlədə əgər bizə zaman olaraq past simple, past continuous uzlaşmasını tələb edərlərsə, yadınızda saxlayın, bu zaman bizim keçmiş sadə, yəni past simple'ımız budaq cümlədə olmalıdır, yəni when-dən sonra. When-dən sonra keçmiş davam edici zaman olmaz, keçmiş sadə zaman olar. Keçmiş davam edici zamanımız isə biz baş cümlədə qoyacağıq. Bayaq dedik ki, biz bağlayıcılardan sonra gələcək zaman, keçmişə nəzərən gələcək və bitmiş zamanlar istifadə etməliyik. Yalnız bağlayıcımız after'dır ki, özündən sonra keçmiş bitmiş zaman olar və heç bir bağlayıcımız after onlarla birgə qəti surətdə digər heç bir bitmiş zamanları qəbul etmirlər. After olan cümlədə əgər sizə keçmiş sadə və keçmiş bitmiş arasında seçim olarsa, yadınızda qalsın ki, keçmiş bitmiş after'dən sonra, yəni budaq cümlədə, keçmiş sadə isə baş cümlədə olmalıdır. Diqqət! Zaman zərfləri olan yerdə uzlaşma qəti surətdə olmaz.
Hər bir zaman zərfinə uyğun olaraq zaman seçiləcək. Yesterday olarsa, nümunə olaraq demişik keçmiş sadə, in 2 days gələcək sadə, once a year present simple. Yəni uzlaşmamız olmaz. Uzlaşmamız o zaman olar ki, zaman zərfi olmasın, bağlayıcı olsun, ona uyğun olaraq uzlaşma aparaq. Testlərimizə baxaq. Bizə belə bir nümunə verilib və izahlarına addım-addım baxaq. Addım 1-də nə dedik? Addım 1-də dedik ki, verilən sizə test nümunəsində birinci addımımız zaman zərfi axtarmaqdır. Baxaq, zaman zərfi once a year vardır. Təkrarlanan hadisələri bildirmək üçün istifadə olunur və bu indiki sadə zamana aid olan bir zaman zərfidir. İkinci addımımıza baxırıq, bağlayıcımız yoxdur. Çünki sadə cümlədir, budaq cümlə yoxdur. Üçüncü addımımız isə mübtədaya baxmaqdır. Mübtədam tək şəxs olduğuna görə feilin sonunda s xəbər şəkilçisini əlavə etdik və seçimimiz visits olacaq. Gəlin bir daha diqqət yetirək. Dedik ki, birinci addımımız zaman zərfi axtarmaqdır. Görürəm zaman zərfim verilib. Və bu da indiki sadə zamanın zaman zərfi olduğuna görə variantlardan D gələcək, C keçmiş sadə, A və B indiki sadə zamana aiddir. İkinci addımımız burada özünü göstərmir, yəni bağlayıcımız yoxdur. Üçüncü addımımız isə mübtədaya baxmaqdır. Mübtədam tək şəxs olduğuna görə mənim tək xəbərim A variantında verilib. Yenə deyirəm, baxmayaraq ki, hər ikisi A da B də indiki sadə zamanı təmsil edir, amma mübtəda üçüncü addımımızla biz A variantını çözmüş olduq. Mütləq hər üç addımı siz bir-bir yoxlamalısınız. İkinci testimizə baxırıq. İkinci testimizdə yenə belə bir nümunə verib. Birinci addımımız nədir? Zaman zərfini axtarmaqdır. Bəli, zaman zərfim vardır. İkinci addım zaman zərfini təmsil etdiyi zamanı keçmiş sadə zamandır. İkinci addımımız isə bizim bağlayıcı axtarmaqdır. Yalnız baş cümləyə baxılır, budaq cümlə yoxdur. Yəni sadə cümlədir, budaq cümləsi yoxdur. Demək, bağlayıcımız yoxdur. Üçüncü addımımız isə mübtədaya baxmaqdır. Mübtədam aydır. Biz bilirik ki, keçmiş sadə zamanda xəbərimiz bütün mübtədalar üzrə eyni olur. Belə ki, gəlin baxaq. Keçmiş sadə zamana aiddir. D variantımız gələcək zaman. C variantımız indiki bitmiş. B variantımız, baxın, was tək olarsa keçmiş sadə. Aincili feillərimiz dedik ki, davam edici zamanları yaradır. Bizə isə keçmiş sadə lazımdır. A variantında verilmişdir. Növbəti testimizə baxırıq. Belə bir test verilib bizə. Birinci addımımız zaman zərfi axtarmaqdır. In 2 days. Bildiyimiz kimi in 2 days 2 günə deməkdir və bu bizim gələcək sadə zamanımızın zaman zərfidir. Birinci addımım zaman zərfi axtarmaqdır. Zaman zərfim in 2 days'dir. Gələcək hadisələri bildirir. Ona görə də bu gələcək zamana aid edilir. Gələcək zamanımızın quruluşu da budur. İkinci addımımız bağlayıcıdır. Sadə cümlə olduğuna görə burada bağlayıcı istifadə olunmuyor. Üçüncü addımımız isə mübtədamıza baxmaqdır. Müasir ingilis dili qrammatikasında bütün şəxslər üzrə will olduğuna görə mən burada willdən istifadə etmişəm. Yox, əgər will və shall arasında seçim olarsa, yadınızda qalsın ki, mübtədalarımız I və we olarsa shall olacaq, digər şəxslər isə will ilə olacaq. Baxaq. D variantı dedik ki, bu gələcək sadə zaman zərfidir. D variantı indiki bitmiş, C variantı indiki sadə, B variantı keçmişə nəzərə gələcək, A variantımız gələcək sadə zamanımızdır. Yenə deyirik, zaman zərfi olan yerdə uzlaşma qəti surətdə olmaz. Növbəti testimizə baxırıq. Növbəti testimizin də həllini addım-addım edirik. Birinci addım zaman zərfi axtarıram. Görürəm, verilən cümləmdə zaman zərfi yoxdur. O zaman keçirəm ikinci addımımıza. Bağlayıcı axtarıram. Görürəm ki, B bağlayıcım when-dən istifadə olunub. Gördüyünüz kimi zaman zərfi yoxdur. İkinci addımım bağlayıcıdır. Bağlayıcım when-dir. Sonra qaydaya görə bağlayıcı ortadadırsa, budaq cümlə ikinci boşluqdadır. Yəni, mənim budaq cümləm dedik ki, biz bağlayıcılar cümlədə yerin rastlı olmayaraq, əvvəldə də ortada olsa, özündən sonra budaq cümlə olacaq. Yəni, ortada olduğuna görə mənim budaq cümləm ikinci boşluğa düşüb. Yəni, budaq cümləmin mübtədası my father, xəbəri isə come'dır. Belə ki, gəlin nəzər yetirək. Mənim budaq cümləm, bağlayıcım ortadadırsa, budaq cümləm özündən sonra olar. Mübtədası my father'dır. Baş cümlələrimizin mübtədası isə I'dır.
Qaydaya baxaq. Biz demişdik ki, qaydamıza uyğun olaraq when və before bağlayıcı istifadə olunan cümlələrimizdə indiki bitmiş zaman olmaz. İndiki bitmiş zamanımızın quruluşu da budur. Qəti surətdə olmaz nə başda, nə budaqda. Ona görə də B variantında has come, D variantında has come, həmçinin bizim have watched olan variantımızda variantlardan silindi. Belə ki, yerdə qalır bizim A variantımız. Budaq cümlə came olduğuna görə, past simple olduğuna görə past continuous-la uzlaşdı. Mübtədamıza baxıram, 3-cü addımda ID, xəbərim was, düzgün variantımız seçildi. Belə ki, gəlin indi bir də biz özümüz baxaq. Dedi ki, bizim bağlayıcı zaman zərfimiz yoxdur, bağlayıcımız var. Bağlayıcımız ortadadır, özündən sonra budaq cümlə olar. Budaq cümlələrdə biz demişdik ki, gələcək zaman, keçmişə nəzərən gələcək zaman və bitmiş zamanlar olmaz. Gələcək zaman yoxdur. Və biz demişdik ki, when və before bağlayıcısı olan cümlədə indiki bitmiş zaman nə başda, nə budaq cümlədə olmaz. B variantında has come, C variantında have watched, D variantında has come variantlarımızı pozdu. Və biz sizə demişdik ki, əgər when bağlayıcısı olan cümlədə sizə seçimləriniz keçmiş davam edici və keçmiş sadə olarsa, yadınızda qalsın ki, when-dən sonra keçmiş davam edici deyil, keçmiş sadə istifadə olunar. Baxaq növbəti testimizə. Before-a baxırıq. Bizə belə bir nümunə verilib. Birinci addımımız nə idi? Birinci addımımız zaman zərfi axtarmaqdır. Zaman zərfi yoxdur. İkinci addımımız bağlayıcı. Bəli, before bağlayıcımız vardır. Bağlayıcı cümlənin əvvəlindədirsə, budaq cümlə ondan sonradır. Yəni, she go to school bizim budaq cümləmizdir. Biz demişdik ki, when və before bağlayıcısı olan cümlədə indiki bitmiş zaman nə baş cümlədə, nə budaq cümlədə olmaz. Variantlarda has gone, C variantında, has had, D variantında vermişdir. Və növbəti addımımız necə olmalıdır? Uzlaşmaya baxmalıyam. Keçmiş, keçmişlə, indiki, indiki ilə. Axırıncı addımımız mübtədalarıma baxmaqdır. Mübtədama baxıram. Diqqətli olun uşaqlar, bu testdə burada would olmalıydı, would. Baxıram, indiki keçmişlə uzlaşmadığına görə A variantı getdi. Keçmiş, keçmişlə uzlaşır. Keçmiş sadə zamanda mübtədalar üzrə feillərimiz, bütün mübtədalar üzrə eyni olduğuna görə B variantımız uyğun variantdır. Növbəti after olan cümlələrimizə baxırıq. Baxıram, verilən cümləmdə zaman zərfi axtarım yoxdur. Bağlayıcı axtarım ikinci addımım afterdir. Biz demişdik ki, yeganə bağlayıcımız afterdir ki, özündən sonra keçmiş, bitmiş zaman alır. Digər heç bir bağlayıcımız heç bir bitmiş zamanları qəbul etmirlər. Mənim bağlayıcım ortada olduğuna görə budaq cümləm ikinci boşluğa düşür. Yəni, the film mübtədası finishdə xəbər olandır. Gəlin baxaq, ikinci boşluğa biz qəti surətdə gələcək zaman, keçmişə nəzərən gələcək və yaxud bitmiş zaman qəbul etmərik. Baxıram, heç biri yoxdur. Bu zaman ikili seçim verilib, variantlarda seçim verirəm. Baxaq, left, finished, keçmiş, 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 keçmiş və belə indiki keçmiş uzlaşmanı pozdu. Biz demişdik ki, əgər keçmiş sadə və bizim keçmiş, bitmiş arasında seçim olarsa, biz afterdan sonra keçmiş, bitmişi, baş cümlədə isə keçmiş sadəni götürməliyik. C variantımız uyğun variantımızdır. Beləliklə, biz bu testlərdə hər üç addımdan istifadə etdik. Addımlarımız zaman zərfi axtarmaq, ikinci addımımız bağlayıcı axtarmaq, bağlayıcının yerini müəyyən etmək, bağlayıcılarımızdan sonra budaq cümlə olduğuna görə gələcək zaman, keçmişə nəzərən gələcək və bitmiş zamanları variantlardan silməliyik. When before bağlayıcı olan cümlənin nə baş cümləsində, nə budaq cümləsində indiki bitmiş zaman olmaz. When olan cümləmizdə əgər keçmiş sadə və keçmiş davam edici zamanlar arasında uzlaşma olarsa, when-dən sonra həmişə keçmiş sadə zamanı seçin. Yeganə bağlayıcımız after idi ki, özündən sonra keçmiş, bitmiş zaman istəyir. Keçmiş, bitmiş və keçmiş sadə arasında uzlaşma olarsa, afterdan sonra keçmiş, bitmiş zamanı qoymalısınız. Bu kimi video izahlarla tanış olmaq istəyirsinizsə, kanalımızı izləyin, videomuzu bəyənin və yoldaşlarınızla bölüşməyi unutmayın. Sağ olun.